Teatrə gəlmişəm, Lady Macbeth. Vaxtım olmadı çəkeyim. Bu mənim lookumdur. Belə bir kostyum giyinmişəm. Bura nara vurmuşam və hər zamanki kimi mən deyilər arıqlamışam və mən gəldim. Şabalık doldurub öz ətəyinə, ağzını marçıldadırdı. Birini mənə verdi, yalvardı. O sarlısı kötü, çımçırdı mənə. Vəsilə təbrik etdilər. Biraz əvvəl həmin rütbəyə məni həmin sivri seyli bacılar gəldi. Eşq olsun kral Macbeth'e diye alkışlamıştılar. Ey benim əzəmətimin əziz rəfiqəsi. Teatrdayam. Bayaq çalışmışam Lady Macbeth demişəm, nə istəyirəm. Macbeth, yeganə adamım ki, teatrda dəvət alıram, gəlirəm və bilmirəm hansı tamaşadır. Gəlir, məhz teatrda bilirəm ki, hansı tamaşadır. Mənim üçün fərqi yoxdur, çünki hər bir tamaşa mənim ruhumu dincəldir, hər bir tamaşa mənim ruhumu gözəlləşdirir. Macbeth əsəridir. Birinci saat yarım oldu bir pərdə, ikinci pərdə Santraktində birazdan başlayacaq və hardasa saat 10'da bitəcək. Belə. Qonşumla gəlmişdim, qonşumun işi oldu, getdi ikinci pərdəni gözləmədim, çəkə bilmədim, qonşumu istəmədim. Deyə bilərəm ki, belə hər zamanki kimi tək qalmışam və gözləyək ki, Antrakt bitsin, ikinci hissəyə baxarız. Onu deyə bilərəm ki, hər zamanki kimi mühtəşəm.
bitdim və gedirəm. Sabaha da dəvətim var. Əsrə bərabər bir gün inşallah gələcəm. Allahın köməkliyi ilə, Allahın izni ilə sabah da teatrda mütləq. Sevirəm də ruhum dincəlir. Elə bu arada mənə dedilər ki, arıqlamışam qəşəngcə. Figuramdakı maşallah var da. Yəni bu yaşında bu cür gözəl bədən quruluşuna malik olmaq, cəmaat gedir bədən yığdırır, amma mənim hazır yığılmış, Allahdan yığılmış bədənim var, şükürlər olsun. Teatraha mənim bədən quruluşlara axı neysə. Sabah da inşallah teatrdayım. Çox gözəl, möhtəşəm idi Macbeth. Mən uşaq vaxtı biz onu məktəbdə keçmişdik. Ayrıca da oxumuşdum kitabını, əsərin özünü. Çox gözəl idi. Aktyorlarımıza afərin, bravo, bravissima, möhtəşəm. Çox razı qaldım, ruhum dincəldim. Deyir ki, nə üçün can atırıq şöhrətə ada, ömürdür, həyat da ömür də puçdur dünyada. Bir də hansı aforizm xoşuma gəldi. Pisliklər təriflənir, yaxşılıq axmaqlıq sayılır. Pislik təriflənir, yaxşılıq axmaq adlanır. Neyse belə bir şey. Həqiqətən də belədir. Mən öz həyatımda, öz şəxsi təcrübəmdə görmüşəm. Pis insanlar təriflənir dağ başında. Mənim kimi yaxşılar, saflar həqiqətən axmaq sayılır. Belə makyajım nə qəşəngdir, soft bir makyajdır. Hoşum gəldi ya makyajımdan. Başıma nə gəldi gülməli deməli. Gəlmişik qonşumdan, qonşumuz deyir ki, validə qızım deyir ki, Rəhmə xala deyərsən ki, bir şeydir də, Sevda xanım dəvət edib. Deyirəm, Sevda xanım kimdir? Deyir ki, işi sənin nə lazım, Zəhmətdir. Deyirəm, nəysə bizi buraxdılar. Sevda xanımdan ya mənim önümdə, ya yanımda, ya arxamda gəlir, mən də tanımıram. Xanım deyir ki, Sevda xanım mənə məmməməsi. Deyirəm, bəs mənə validə xanım deyir, nəysə, nömrəni verdim, danışdı kim. Sevda xanımla dostlaşdıq, nömrəni aldım, o da mənim nömrəmi aldı və sabah günə artıq bir dənə dəvətiyəm var. Yəni bir dəvətnaməm var. Sabah inşallah Allahın köməkliyi ilə sabahları teatrodayam. Türklər demiş, teatrdayam. Sevirəm də, alamamama da uzun ömür can sağlığı versin. Səlimə baxır, mən gələm. Səlimim də deyirəm ki, biraz azacıq da olsa şəfa tapsın Allahın adı altında. Tam şəfa tapsın, amma yenə də heç olmasa saat 2 teatrda otursun. Ondan gözəl kavaler, ondan gözəl adamı müşahidə edən ola bilərmi? Yox. Bilsən ki, gəlib saat 2 oturacaq da, gətirərəm, tamaşa boyu saat 2 yanımda oturaq. Amma nə bilim Allahın adı altında arzum elədir ki, Səlimlə gedim. Tamaşaları onsuz da onu mənim qardaşım bilirlər. Neyse canlarım. Gittim evə. Soğuk. Yaxşı ki biraz qalın kostyum giymişəm ha. Soğukmuş. Razıyam ki ev tortum gəlib, amma bu şokoladlı tort endirimli olduğu için şokolatlısını alacağım. Belki Snickers alalım, yox, şokoladlı alacağım. Allah, dərsə gedən bir uşaq, teatra gedən bir rəhmə mənə soğukdur. Bu biraz qısa oldu qolu buradan da. Çəkmişəm yəqin paylaşaram. Koşuda kurtkamı giydim. Soğuk olur. Valla soğuk olur mənə. Yəqin ki Maqlabi'nin aşağıdır. Deyirəm ki UNESCO təsdiq edəcək ki harda mindin orada ictimai nəqliyyatda dayan. Mən həmişə biraz tez düşürəm ki cəmaata mane olmayayım. Qarşımda metroda qatarda kişi durub. Deyirəm siz düşəcəksiniz deyir hə. Dayanıb, nə düşür, nə yol verir. Müxtəlif keçmişəm. Hamısı da durub qapının ağzında. Deyirəm, düşənlərə yer versin. Axı bir təhər düşdüm. Yazıq minənlər də qalıb. Hələ yazıqlar deyinir də ki, yanıb indi düşürlər. Valla düz də deyinirlər, amma dərd orasıdır ki, mənlik bir şey yox idi. Kişiyə deyirəm ki, yəni, düşmürsənsə yol ver. Keçim qaba. Bu üçün düşməyənlərə deyirəm ki, yerimizi dəyişək. Mən qarşıya keçim, rahat keçim də. Sizlərə də rahat olsun, mən düşəndə də mənə rahat olsun. Bu qatara minənə də rahat olsun. Yox. Qoyundular, qoyun bəziləri. Qoyun onlardan yaxşıdır valla. Yaxşıdırlar. Çoxamı naçosladım, vaxtda vurdu.
Çıxdım küçüyə vuruldum. Bu da saçımı rəyləməyə gedəndə ya deyəcəm ki, uzunluqda toxunmayacağım, ya deyəcəm kaskad kare ilə. Hər bir halda bu çolkanın pərçimlərini düzəltəcək, ya da deyəcəm ki, çolkalarının uclarını, qəşəng pərçimlərini düzəlt, qırbankalarını. Bilə, gedək teatra. Dini dükan var, keçəndə göstərirəm. Bütün daşlar 20 manata düşüb. Böyüyü də, kiçiyi də. Bu bütün əqiqdir, rəngbərəng əqiqlər. Əqiq bilirsiniz də, çox qüvvətli daşdır. Milli Akademik Dram Teatrına saat 7-də gecikmişəm. Deyəsən, çox gecikib baxın. Gəldiyim amfiteatrda yerləşdirdilər. Baxacağıq. İlahi sen böyüksen, adilsen, kadirsen, Rahman-ı-Rahimsen. Sen bizi bağışla. Bazen biz seni inkar edirik. Bazen sana aciz oluruz yaptığımızdan. Yeryüzünde dolu olan haksızlık, adaletsizliklerden sana aziz çıkır. Ama ben istemiyorum. Ben istemiyorum sen bizi terk eylesin. Ben istemiyorum ki sen tamam bizim başımızın üstünden gelip yok olasın. İlahi geç günahımızdan. İlahi sen adilsen, kadirsen, Rahman-ı Rahimsen, bağışlayansan. İlahi sen bizi terk koyma. İlahi geç günahımızdan bizi terk eleme ilahi. Bizi terk eleme ilahi. Bizi terk eleme ilahi. Allah geri kesmeyin.
Geçme torpağın kenarda da var olabilmez. Her bir insanın evvelde torpağı, sonu da torpağı. Yüce Tanrı, ömrümüzü, hayatımızı al. Ama torpağımızı bizden alma.
Müslümdən aldım mən bayaqları qolbağı. Adı Məsumədir, Hədiyyələr Aləmi. Müslüm şoplardandır. Baxın bu hissəsindən. Çıxdım. Harika. Türklər demişkən bizim aktyorlar, quruluşçu rejissor bir xəriqət yaratmış. Çox gözəl, möhtəşəm. Çox bəyəndim. Çingiz Aytmatovun əsəri əsasındadır. Əsrə bərabər bir gün quruluşçu rejissor Mehriban Ələkbərzadə. Mən Mehriban Ələkbərzadənin quruluşunu, rejissurasını çox bəyənirəm əslində. Yadınıza gəlirsə, vloglarımda var YouTube'da. Neydi onun adı? Xalq düşmənlərinin arvadları adlı 4 saatlıq idi. Mən ağlayırdım. Bu da çox gözəl idi. Ümumiyyətlə mən az dramaya son vaxtlar üçüncü tamaşada gəlirəm. Çox gözəl, fərq etməz kimsə rejissoru, quruluşu çox gözəl olur və ən əsası mən burada kompüter effektlərini çox bəyənirəm. Çox gözəl kompüter effektlərinin dekorasiyaları yaradılır. Aktyorların da ifası möhtəşəm. Bugünkü tamaşa bir ayrı möhtəşəm, bir ayrı xəriqət. Məndən bu qədər. Göstərəcəm. Bu brasleti alanda, qolbağı alanda düz idi. Daşların heç biri qırılmamışdı. Buna baxın. Adam üzünü görürsünüz. Gözlər, burun, ağız. Adətən əqiq adamı qoruyur da. Göz dəyəndə belə olur. Mənim həmişə əqiq, xüsusilə əqiq daşı taxanda hər hansı bir daşı çat verməliyik gözə. Burada tam olaraq bir insan şəklidir. Diqqətlə baxın. İki gözü, burnu, ağzı. Gördünüzmü? Mən bu brasleti təzədən yığmalıyam. Gərək açım, bu yaxşı ki boşdur. Gərək açım, bu dənəni çıxardım, ya ağac altına atım, ya torpağa bastırım, ya suya atım. Ahırı bundan azad olmaq lazım. Yığdım təzədən, çıxartdım onu, torpaqda bastırdım və daha təzə dizaynda. Baxın, qəhvələr onsuz da yanında idi, yaşıllar ortalarda idi. Yaşılları düzdüm. Sonra belə 3 dənə belə qara, bir dənə qəhvəyi tər, bir dənə oranjlı, yenə qəhvəyi tər və qara belə bir dizaynda düzəltdim.